Salam hörmətli izləyicilər. Bu günləri biz sizinlə kəsmə yüksəkliyinə aid bir məsələ ilə tanış olacağıq. Deməli, məsələmizin şərtində deyilir ki, sxemə əsasən A ilə B arasındakı hündürlük fərqini tapın. Bunun üçün biz nə etməliyik? Biz ilk öncə kəsmə yüksəkliyini tapmalıyıq. A-nın hündürlük məsafəsi bizə bəllidir. A yerləşir 1755 metr hündürlükdə. 1755 metrdə. Lakin B-nin hündürlük məsafəsini bilmirik. Biz B-nin hündürlük məsafəsini bilmək üçün mütləq kəsmə yüksəkliyini tapmalıyıq. Biz baxırıq. Kənar horizontalın qiyməti 1550 metrdir. İkinci daxili horizontalın qiyməti isə 1700 metrdir. Yəni buradan biz 1700 metrdən çıxacaq 1550-ni və tapırıq cavab 150 metr. İndi baxaq. Kəsmə yüksəkliyi iki horizontal arasındakı qalan məsafəyə deyilir. Baxıq, burada neçə kəsmə yüksəkliyimiz var? 1, 2, 3. Deməli, aldığımız 150-ni bölməliyik 3-ə. Cavab edir 50. Deməli, bizim kəsmə yüksəkliyimizin hündürlüyü 50 metrdir. İndi biz B-nin hündürlüyünü tapmaq üçün 1550 metrdən, çünki təpə olduğu üçün 50 metr qalxaraq B-nin hündürlüyünü tapmış oluruq. Birinci kəsmə yüksəkliyimiz kənar kəsmə yüksəkliyimiz 1550-dir. Kənarda yazılıb. Ondan sonrası gəlir 1600 metr və B də düşür 1650 metr hündürlüyünə. Buradan da artıq biz B-nin hündürlüyünü tapmış olduq. B hündürlüyü bərabərdir 1650 metrə. Sualımızın şərtində isə deyilir ki, A ilə B məntəqələri arasında hündürlük fərqini tapın. Deməli, A-mız yerləşir 1755 metrdə, B isə yerləşir 1650 metrdə. 1755 çıxılsın 1650 metr, cavab eləyir 105 metr. Deməli, məsələmizin cavabı da 105 metr hündürlük fərqi var imiş. Məsələmizin həlli bundan ibarət idi. Diqqətiniz üçün təşəkkür edirəm.